Salam uşaqlar. Salam. Əyləşin. Uşaqlar, bugünlər sizinlə dərsimizi 7-ci sinifin 2-ci hissə kitabında olan mövzuların yekunu ilə davam edirik. Ən sona qalan qalib hesab olmuş olacaqdır. Əlimdə gördüyünüz qarışqalar, belə deyək, vərəqlər suallardan təşkil olunubdur və mən bu sualları bu qutunun içinə yığıram. Sıra-sıra sizə yaxınlaşacağım. Hər sıradan qalib olan 2 mərhələli olaraq digər mərhələyə keçmiş olacaqdır. Birinci sıra və birinci mərhələ ilə dərsimizi başlayırıq. İzoterim nə deyilir? İzoterim nəyə deyilir? Qoy verək ora. Rütubətli hansı cihazla ölçülür? Əyləş. Yer kürəsində isə iqlim qurşağı bölünür və hansılar? 5 qurşağı bölünür. Mülayim, isti, Yox, mülayim, tropik, kütüb, kontinental. Yox, qəbul edirəm. Quru. Əyləş. Laylı bulutlar necə yaranır? Laylı bulutlar yay laylı bulutlar necə yaranır? Həm 2 metrdə Necə yaranır? Hansı, necə temperaturda olar? Necə havanın yuxarı qalxması ilə yoxal olur? Mülayim havanın yuxarı qalxması nəticəsində əlir. Onu tanıtlayırım. Havalar necə yaranır? İsti havanın yuxarı qalxaraq tutulması. İşte Allah belə cavab verməlidir. Birinci sırada kimlər doğru cavab verdi? Əlini qaldırsın. 2 nəfər. Deməli, birinci sıradan birinci mərhələdə 2 nəfər düz cavab verdiyinə görə 2 bal qazandı. İkinci sırayla davam edirik. Buyur. İqtisadiyyat nələrdən ibarətdir? Temperatur hansı məsələsi? Doğrudur. Təbii artım nəyə deyilir? Ölənlərin, doğulanların, Kəsinə. Doğulanların ölənlər Asıl. Bulutdan düşməyənlər. Qrov, sırsıra, lörçi, şey. Doğrudur. Buyur. Çində hangi şəhərdə yaşayır? Yox, Çində neçə faizi şəhərdə yaşayır? 60. Doğrudur. İkinci sıranın birinci mərhələsində kimlər doğru cavab verdi? Əlini qaldırsın. 1, 2, 3, 4. Deməli, ikinci sıradan 4 nəfər doğru cavab verib 4 bal qazandı birinci mərhələdə. Üçüncü sırayla davam edirik. Buyur. Rütubətlik nə deyilir? Rütubətli nə deyilir? Bilmədim. Senin ən böyük şəhəri hansıdır? Şanxay. Doğrudur. işçi qüvvəsi nə deyir? Bilmədim. Atmosfer təzyiqi nə deyilir? Havanın yer kürəsinə və sinusuna düşən anlayır. Doğrudur. Omiyakon hansı çay boyunca yerləşir? Oymiyakon hansı çay boyunca yerləşir? Bir görüntüdən. İndika. Doğrudur. Bilmədim. Üçüncü sırada doğru cavab verənlərə zəhmət olmasa əlinizi qaldırın. 1, 2 nəfər. Üçüncü sıra 2 nəfər doğru cavab verib 2 bal qazandırdı. Dördüncü sırayla davam edirik. Dördüncü sıra və birinci mərhələ ilə davam edirik. Bir yerdə əhalinin sayı nə qədərdir? Yox. Nə qədər idi? 28 min. Doğru. Yağışın miqdarı nə ilə ifadə olunur? Millimetrlə. Doğrudur.
Bəşəriyyətin tarixində ən yüksək artım neçənci ildə baş verir? 1963. Doğrudur. Abşeron Xızı İqtisadi rayonu inkişafına görə hansı rayondan geri qalıb Bakı? Doğrudur. Gecə və gündüz bölgələrimiz yaranır. Bunlardır. Miqrasiya nə deyir? Miqrasiya nə deyilir? Miqrasiya nə deyilir? Bətül de gör miqrasiya. Daimi və ya müvəqqəti yaşamaq üçün insanların bir yerdən başqa yerə köçməsi. Doğrudur. Bu sıra doğru cevap verenler elinizi kaldırın. 3 nefer. Deməli, 4. sıradan 3 şagird doğru cevap verdiğine göre 3 bal kazandırmış olur. İkinci merhaleden devam edelim. Doymamış su buxarı nə edir? Mən havada 1 metr kubda olan su buxarı doymamasına doymamış. Doymamasına yok. Müm tutabileceği kadardan. Tutabiləcəyi qədər olmasa doymamış su buxarı. Yaxşı hansı yazılmışı? Yaxşı. Doğrudur. Birinci sırada 2 neferin ikisi de doğru cevap verdiğine göre 2 ballarını kazandılar. İkinci sırayla devam edelim. Bu neçə alacağım? Mən son parçaları Toplanır ve sıkılaşması. toplaşmasın. Tamam, gayet. Kapital nədir? Mənim şəhər. Yok. Kapital paytaxtçı. Yok. İngilizceden tercüme edemezse ne alalım? Söyleyatlı. Antraktikdə uzulan orta qalanları bir kişi oldu. Bir tam. Bir tane değil. Bilmeden. İkinci sıradan yalnız bir nefer doğru cevap verdi. 4 neferden 1 bal kazanmış oldu ve çok təəssüf edirəm ki, zəif hazırlaşıb 7-çi. Üçüncü sıranın ikinci mərhələsiyle devam edirik. 2 nefer burada doğru cevap verir. Buyurun. Azərbaycan çox yalan tanımış oyunu. Düzdür. İngiltərənin əsası neçənci ildə qoyub? 1954-cü. Doğrudur. Deməli, 3-cü sıradan 2 şagirdin ikisi de doğru cevap verdiğine göre 2 ballarını kazandılar. 4. sırayla devam edelim. Buyur. İnnovasiya nə edir? Mən internetdə əsasən yeni fərqli yaratma prosesi. Aferin. Atmosfer yağıntıları neçə yerə bölünür və hansılardır? 2 yerə bölünür. Buluddan düşənlər buluddan düşmür. Doğrudur. Silikon vadisi harda yerləşir? Kaliforniya vadisi. Kaliforniya ştatında. 4. sıradan 3 şagirdin 3'ü de doğru cevap verdiğine göre 3 ballarını kazanmış oldular ve sıra yarışını dayandırıram artık. Sıra yarışında birinci sıra 4 bal kazandı, ikinci sıra 5 bal kazandı, üçüncü sıra 4 bal, dördüncü sıra ise 6 bal kazanarak galip gelmiş oldu. İndi ise dersimizi sual qatarı ilə devam edirik. Kimler ki sona kalmıştılar, doğru cevap vermişler, zəhmət olmasa lütfəyə buyurun.